Bayramınız mübarək olsun. Bahardan söz düşmüşkən İmam Zaman Aleyhisselamın ziyarətindəki cümlə var. Çox təsirli cümlələrdir. Ona müraciət edib deyirik: Esselamu ala Rabi'al Anam və Nəzrətil Əyyam. Deyirik, salam olsun insanların baharına, varlıqların baharına. Salam olsun ruzigarın sevincinə. İmam Zamana iki müraciət edirik. Bir deyirik, sən baharsan, bir sevincsən, şadlıqsan, sevinc mənbəyisən. Novruz bayramında bu yada düşür ki, bir gün bəşəriyyətin baharı gələcək. Qarşıda insanlığı bahar gözləyir, yaz gözləyir. Qarşıdan gələn bayramımızı təbrik edirəm. Allah bizi Həzrət Əli Aleyhisselamın vilayətindən ayrı salmasın və xalqımızın gözəl adət ənənəsi olan, qədim bayramımız olan Novruz bayramı gəlir, yeni il gəlir və Allah bu ili xalqımıza uğurlu qərar versin. Allah bu bayramı hamımıza mübarək eləsin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-azzil ecellil ekram ve bil Hüseyni ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma.